Mənim uşaqlığım yoxluq içində qurulan xoşbəxtlik idi. İşıq yox idi, qaz yox idi, amma bizi kiçik istəklərimizdən məhrum etməyən anam var idi və onun bişirdiyi bir keks. Birinci Qarabağ müharibəsindən sonra kəndimizin keşməkeşli günləri başlamışdı. Gün ərzində işıq cəmi 2-3 dəfə, hərəsi 1 saatlıq verilirdi. Qaz isə ümumiyyətlə yox idi. Ona görə də yemək bişirmək, paltar yumaq, iş görmək bizim kəndin qadınları üçün bir mübarizə idi. Qazla işləyən sobalar isə artıq ümumiyyətlə istifadəyə yararsız idi. Şirniyyat istəyəndə anam bir qab 4-5 yumurtanı sındırıb üzərinə şəkər tozu əlavə eləyib saatlarla əlində spatula yumurta ağarana qədər çalırdı. Sonra isə biraz un, biraz qatıq, biraz da yağ əlavə eləyib sadə, amma möcüzəvi xəmir hazırlayırdı. Çuğun tavada odun peçinin üstündə alt-üst edərək bişirirdi. Mən isə gözləri yaşıl, balaca qız sobanın ətrafında o qədər dolanırdım ki, yanaqlarım qıpqırmızı dağ layləsinə dönürdü. O keks bişənə qədər mən min bir həyəcan yaşayırdım. Elə ki anam tavanı çevirib o keksi çıxarırdı, mənim üçün dünyanın ən böyük xoşbəxtliyi başlayırdı. İlahi, o dad, o ləzzət. İndi mən böyümüşəm. O keksi özüm də bişirirəm. Amma nə qədər çalışsam da anamın əllərinin dadını, o hissi qaytara bilmirəm. Bəlkə də bu uşaqlığımızın o əlçatmaz, saf arzuları idi. İndi isə mən arzuları sərhədsiz olan, həyatdan haqqını almaq istəyən, məqsədləri, hədəfləri olan bir qadınam.